sağ zolağa daha yaxın. Yəni bax bu gün təlim keçirik. Bəxtim gətirdi ki, mən ayağa qalxa bildim. Salamlar, hər vaxtınız xeyirli olsun. Bugün çox vacib bir mövzuya toxunacağıq və həm yeni başlayanlar, həm də ki ümumiyyətlə motosiklet idarə edənlər, iqlim fərqi olmazcasına motosiklet idarə edənlərin bu videonu görməsi, həmçində sizin bəyənib paylaşımlarınız və aşağıda həm suallarınızı qeyd etməyiniz, həm də ki fikirlərinizi yazmağınız mənim üçün çox vacibdir. Ona görə ilk olaraq giririk. Bax burada dayanırıq. Mən də dayanıram. Siz də dayanırsınız. Yadınızda saxlayın ki, sizin şərhləriniz mənim üçün çox önəmlidir. Ona görə videoya baxdıqdan sonra bir şərh yazmağı, fikirlərinizi bölüşməyi və yaxud da ki öz qruplarınız olur. Hər motosiklet sürənin bir qrupu olur da. O qrupa atın. Bu mövzular məncə həm yeni başlayanlar üçün, həm də ki ən azından gündəlik motosiklet sürənlər üçün kiçik də olsa bir bələdçi olacaq. Bu mövzumuzun əsas məğzi ondan ibarətdir ki, buzda necə motosiklet sürək? Yəni havalar soyuyur, kəskin şəkildə soyuyur. Buzda motosiklet sürmək dedikdə biz hər an qarşımıza çıxa biləcək buzlu maneələrdən yayınmaq, onlardan necə xilas olmaq və yaxud da ki artıq buza düşdükcə oradan necə çıxmalıyıq kimi müəyyən mövzular danışacağıq sizlə. Əvvəla bunu qeyd edeyim ki, ehtiyac olmadığı təqdirdə buzlu yollara çıxmayın. Ümumiyyətlə buzlu havalarda, soyuq havalarda, ən çox da səhər tezdən, yəni ki temperaturun sıfırdan daha aşağı olduğu yerlərdə yola çıxmayın. Ola bilər ki, məsələn temperatur göstərər müsbət 5 dərəcə, amma yoldakı temperaturla havada hiss etdiyimiz temperatur fərqli ola bilər. Ona görə bunu fikirləşin ki, bəzi qara quzey nənəmiz demiş yerlərdə temperatur daha aşağı olacaq. Öncəliklə ən vacib şərtlərdən biri bunu qeyd edeyim ki, baxın burada gördüyünüz hər şeyi siz buz kimi algılamalısınız. Yəni ki, gördüyünüz hər şey buzdur. Belə fikirləşin. Çünki ətrafımızdakı bizə maneələr yarada biləcək çox şey həqiqətən də buz olma ehtimalı yüksəkdir. Yəni görürsüz, yolda müəyyən parlaq hissələr var. Bu parlaq hissələr, baxın burada qar var, orada görürsüz digər buzlanmış. Baxın görürsüz yer par-par parıldayır. O deməkdir ki, bu indi olmasa belə səhər-səhər və yaxud da ki axşam saatlarında həmin o parıltı hissələri tam şəkildə buzla örtülür. Bəs yaxşı, biz nə etməliyik buzlu havalarda? Əvvəla heç çıxmamışdan qabaq ilk olaraq eləməli olduğumuz mövzu təkərlərimizi kontrol eləməkdir. Bizim təkərlərimiz buzlu havalarda, soyuq havalarda sürmək üçün kifayət eləyirmi? Eləyirmi ya yox? Okey, bunu analiz elədik və bunu fikirləşin ki, normalda məsələ bu asfaltda motosikletin sürüşmə ehtimalı çox aşağıdır. Amma buzlu havalarda havaların soyuq olduğu vaxtlar asfaltın üzü də çox vaxtı kristallaşır. Yəni ki, asfaltın üzü də sürüşkənliyini qoruyur. Ona görə arxayın olmayın ki, asfaltdır, istədiyin kimi qaz tormuz ver. Bəzən asfaltda baxın görürsünüz, oralar par-par parıldır və oralar artıq buzdur. Ən çox bu yolun kənar hissələri, tünellərin altı, körpülərin altı və yaxud da ki qara quzey, o dediyimiz kölgə olan yerlər, gündəlik günün təmas etmədiyi yerlər daha çox buzlanır. Yəni bunu bilməliyik. Baxın görürsüz, asfaltın üstünü görürsüz, o duz vurublar yəqin, duza görə elə bir rəng alıb, amma arxayın olmayın ki, o sürüşkən deyil. Yəni o sürüşkən ola bilər. Normalda nə etməliyik? Normalda biz sürdüyümüz sürətdən daha aşağı sürməliyik motosikleti və çalışın ki, həmişə yolun əsas ötmə hərəkəti, ötmə istiqaməti olan xətlə, zolaqla yox, digər zolaqla hərəkət eləyəsiniz. Yəni sağ zolağa daha yaxın. Yəni bax bu gün təlim keçirik. Bəxtim gətirdi ki, mən ayağa qalxa bildim. Ayağa qalxmağım mənim həyatımı xilas elədi. Bax bu kimə səslənim bilmirəm. Yəni ki, hansı quruma səslənim bilmirəm. Bura yolun ortasıdır və bunu gördünüz, yəni
Buna bax, buna bax. Bunu hansı şərəfsiz, nə deyim mən bunlara? Yəni mənim bəxtim gətirdi ki, mənim biraz təcrübəm var idi. Yəni ayağa qalxa bildim. Buna hansı qurum baxır? Yəni belə şey yoxdur da həqiqi. Heç bir ölkədə belə şey yoxdur da. Yəni bəxtim gətirdi ki, dediyim kimi mən ayağa qalxa bildim. Yəni vaxtında gördüm və ayağa qalxdım. Nəysə. Yəni ora kimsə düşəcək. Allah uzaq eləsin, motosiklet sürəndə bədbəxt olacaq. Onu eləyənin nə deyim bilmirəm. Motosikletdə nəsə varmı? Baxaq görək. Yox, heç nə yoxdur. Yəni dərin lükdür, açıq qoyub çıxıb gediblər. Nə deyim də bilmirəm. Nəysə. Şükür Allaha ki, yaxşı xilas olduq. Yaxşı xilas olduq deməyək də əslində, yəni sadəcə xilas olduq da axırı birtəhər. Bura hansı qurum baxır, nəyə baxır mən başa düşə bilmirəm. Belə şey yoxdur da, yəni dünyada. Yolun ortasında elə bil düşmən səngəri var. Allah uzaq eləsin, mən düşdüm orada, nə bilim, qolumu sındırdım, qıçımı sındırdım, nəsə oldu mənə, kim cavab duracaq buna? Yəni belə şey yoxdur da həqiqətən də. Belə nə bilim, bu hansı qurum baxır, kim baxır ona mənim başım çıxmır. Nəysə, bütün əsəblərim tarama çəkildi. Sonra da deyirlər ki, yolda niyə əsəbi davranırsınız, yolda niyə belə? Yəni, bilirsiniz nətərdir? Həyati riskdir də. Yəni, motosiklet sürsən, 2 təkərin var, onun da biri düşdü dəriyə. Neynəməlisən ki? Nəysə. Əziz dostlar, qanımızı qaraltmırıq. Bugünkü əsas məğzimiz nədir? Motosiklet sürücüləri soyuq havalarda necə sürüş eləməlidir? Baxın, görürsünüz, burada baxın buzlanma var. Diqqətlə baxsaz, yaxından görsəz, görərsiniz ki, buzlanma var. İlk olaraq eləməli olduğumuz odur ki, biz sürəti yarı-yarıya aşağı salırıq. Həmişə yolun sağ istiqamətində tuturuq, yəni ki, sürətli yol tutmuruq ki, Allah uzaq eləsin, sürüşsək belə gedib yüksək sürətli maşının altında qalmayaq. Yəni, həmişə də sürətimizi biraz daha azaldırıq. Bir sözlə buzlu yerlərə keçməməyə çalışırıq. Ən vacib şərtlərdən biri rəng dəyişimlərinə, yoldakı rəng dəyişimlərinə fikir verməkdir. Baxın, görürsünüz, rəng dəyişibsə orada deməli buzlanma ola bilər. Ona görə bax, buradan da dönəndə mən görürsünüz, yavaş dönürəm. Mənim elədiyim bir metod var, bunu sizə tövsiyə eləyirəm. Buna baxın, güz-güz adı əldə töküldü. Mənim elədiyim bir metod var, bunu sizə tövsiyə edirəm. Buzlu havalarda çalışın, əvvəla çıxmayın, amma çatdırılmada işləyən qardaşlarımız variantı yoxdur da. Yəni ki, çörək qazanmaq üçün çölə çıxırlar, buzlu yerlərə çıxırlar. Görürsünüz, yolun üzərində də, asfaltda da buzlanma var. Yəni ki, istərsəniz kristallanma var və bu sizin aşmağınıza, sizin yıxılmağınıza səbəb ola bilər. Məsələ nədir? Deməli, keçirik əsas məsələlərə. Birinci olaraq təkərlərimizə baxdıq. İkinci məsələ, təbii ki, yolda həmişə rəng dəyişimlərinə fikir veririk və baxırıq ki, harda rəng dəyişib, harda bizim üçün təhlükə yarana biləcək bir mövqe var. Bunlara mütləq nəzarət eləməliyik. Rəng dəyişimli olan yerlərə girməməliyik. Həmişə diqqətimiz yolda olmalıdır. Çalışmalıyıq ki, kristallanmış yerlərə və yaxud da ki, rəng dəyişimi olan yerlərə daxil olmayaq. Və əsas məsələlərdən biri də ondan ibarətdir ki, əgər biz girdik məsələ, tutaq ki, baxırıq ki, artıq qabaqda buzlu bir yer var, fikrimiz yayındı və yaxud da ki, elə bir şeydir ki, bütövdə yol bütöv buzdur, yəni ki, orada eləyə biləcəyimiz çox şey yoxdur, amma ən azından da girmişiksə eləyəcəyimiz iki müxtəlif metoddan birini seçə bilərik. Birinci metod sürətimizi ora çatmamış azaltmaqdır, yəni yavaş sürətlə hərəkət eləməkdir, stabil olaraq sükanı düz saxlamaqdır, nə sağ, nə sol eləməkdir və sürətimizi balanslı qorumaqdır. Sürətimizin balansını qoruyuruq, stabil saxlayırıq, sağ-sol eləmirik, qaz tormuz eləmirik. Yəni ki, fiks bir sürətlə həmin o buzlu hissədən və yaxud nədirsə oradan keçirik. Motosikletimizi çox əymirik döngələrdə, çalışırıq ki, geniş götürək və rahat dönməmiş, yəni ki, stabil götürək. Bu birinci metodumuzdur. Birinci metodumuz nə idi? Ən çox istifadə eləyəcəyiniz metod sürəti stabil saxlamaqdır, sükanı sağ-sol eləməməkdir, ani tormuzlanma, ani qazdan qaçınmaqdır. Yəni ani hərəkətlərdən ümumiyyətlə qaçınmaqdır. Normalda da motosikletdə biz ani hərəkətlərdən qaçınırdıq, amma buzlu havalarda, soyuq havalarda daha çox qaçınmağa çalışırıq. Növbəti isə mənim elədiyim, ən çox döngələrdə elədiyim bir metoddur ki, çox adam yəqin ki eləyir, bəlkə də eləmirmi bilmirəm.
Dönərkən bax mən məsələ dönürəm, muftanı basıb saxlayıram. Muftanı basıb saxladım, motosiklet döndü və mənə ehtiyac olacaq qədər qazı verirəm. Çox qaz verməyə çalışmıram. Çalışıram ki, mənə nə qədər qaz ehtiyacım varsa onu ödəyim. Baxın, onu ödədim və yavaş-yavaş yoluma davam eləyirəm. Yəni ki, muftanı basaraq lazım olan döngüyə və yaxud da ki, lazım olan... Məsələn, qarşımda buz var deyə düşünürəm. Baxın, buz var, qazı buraxdım. Qazı buraxan ki, muftanı bastım. Motosiklet mühərrikinin gücünü kəsir, təkərlərə ötürülən gücü kəsir və avtomatik olaraq nə olur? Mənə stabil bir güc verir. Yəni ki, əlavə olaraq güc artmır, yavaş-yavaş azalan döngü ilə sürət azalmağa başlayır. Məsələn, görün ki, burada buz var. Baxın, bura buzlu yerdə onsuz da. Bastım və yavaş-yavaş hərəkət eləyirəm. Və buzun üzərindən keçirəm. Buzun üzərindən keçəndən sonra bax buzdur, görürsüz. Buzun üzərindən keçirik. Bax, heç nə eləmirəm, stabil saxlayıram. Sağı sol eləmirəm. Sükanı tormuza da basanda, əyləcə də basanda balanslı basmağa çalışın. Yəni ki, buzun üzərində əyləcə ümumiyyətlə basmayın. Bu nə maşında sizi xilas eləyəcək, nə də motosikletdə. Yəni ki, buzun üzərində basan kimi bilin ki, ya qabaq, ya arxa, sağ sol gedəcək və elə o da sizin üçün bir təcrübə olacaq ki, ondan sonra sabah basmayasınız. Çünki ya basa bilməyəsiniz ondan sonra, ya da ümumiyyətlə basmayasınız. Yəni stabil sürəti saxlamaq, stabil qorumaq, əyləcə basmamaq buzun üzərindən düzgün şəkildə keçməyin ən düzgün variantlarından biridir. Dediyim kimi Qaraquzey yerlər, görürsünüz, ora buzdur hələ də. Niyə görə? Çünki orada şey var, kölgə var, ora günəş az düşür və deməli oralar daha çox buz tutma ehtimalı var. Yəni bir sözlə yolu analiz eləyirik və bilirik ki, biz haralarda buz ola bilər, haralarda buz ola bilməz. Görürsüz, buzdur. Bax, par parıldayır. Demək ki, mən ora çıxmamalıyam. Çıxsam belə, çıxmaq məcburiyyətinə qalsam belə balanslı sürətlə və həmçinindəki dönmə trayektoriyamı geniş götürməliyəm. Yəni ki, kəskin dönə bilmərəm. Bax, burada buzdur məsələn, görürsüz. Buz olan yerlərdə muftanı basıb saxlayıram, sürəti azaltmıram. Mufta mənim sürətimi özü avtomatik olaraq kəsir. Yəni əyləcə sıxmadan maşını və yaxud da ki, motosikleti daha düzgün idarə eləyə bilirəm. Amma əsas məsələ buzdan yayınmaq deyil, əsas məsələ buzun üzərinə çıxmamaqdır təbii ki. Əsas məsələ buzun üzərinə çıxmamaqdır. Yəni buzdan yayınmaq bir dərddir, buzun üzərinə çıxmamaq ən düzgün seçimdir. Yəni həmişə qeyd edirik, peşəkar sürüş, peşəkar bir sözlə sürücü situasiyalara düşmədən ondan xilas olan sürücüdür. Yəni hadisədən qaçmaq peşəkarlıq ola bilər, amma hadisəyə düşməmək daha böyük peşəkarlıqdır. Ona görə həmişə hadisəyə düşmədən hadisələrdən yayınmaq ən düzgün seçimdir. Yəni bunu bilin. Yəni mən peşəkaram, mən falan şey belə elədim, elə elədim. Amma o elə elədiyim varianta düşməməyin sənin daha böyük peşəkar olduğunu sübut eləyir. Yəni əsas vacib şərtlərdən biri budur. Yəni çalışın ki, soyuq havalarda çıxmayın. Paltarınızı, əyninizi qalın geyinin. Mütləq hər ehtimala, hər zaman yıxıla biləcəyiniz ehtimalını düşünün. Yəni mən ay nə olar belə elə deməyin. Yəni hər zaman yıxıla bilərsiniz. Bunu bilin. Hər zaman aşa bilərsiniz. Hər zaman başınıza nəsə bir hadisə gələ bilər. Və bayaq gördünüz, məsələ heç ağlıma gəlməzdi ki, mən orada elə bir inquva meşəsi tünel çıxar da. Yəni başa düşürsüz. Yəni yoldur da, bu yolun ortasında elə bir tünelin çıxmağı mənim ölümümə səbəb ola bilər. Maşında heç nə olmaz, maşın altı qırlar, nə bilim, onun burası belə olar, ona sel olar, amma motosiklet üçün böyük bir həyati təhlükədir. Yəni sabah birisi mənim başıma bir hadisə gələndə artıq onun cavabdehi də o qarşı tərəfdə tapa bilməyəsiniz ki, kim eləyib bunu. Yəni o atacaq axırda da komxozdur nədir, oranın işçilərindən biri, nə bilim, yolda işləyənlərdən birinin yalandan üstünə şey eləyəcəklər, o ilə də çıxıb gedəcək. Əsas odur ki, elə şeylər çıxanda da gördünüz, o dəqiqə iki ayaq üstə qalxırsan, ağırlıq mərkəzini dəyişirsən, keçirsən. Çalışın heç ümumiyyətlə keçməyin elə şeylərin üstündən ki, ani çıxdı, yəni döngədədir, yəni. Və belə bir şey var, deyə bilərlər ki,
Niyə qaçırtmadın, niyə sağ-sol eləmədin? Elə anlarda qaçırmaq ən məntiqsiz yanaşmadır. Nəyə görə? Çünki birincisi hava soyuqdur, yerdə kristallanma var, buzlaşma ehtimalı yüksəkdir, yəni ki, kənarda olduğuna görə. Yəni mən qaçırdım deyib də özümü başqa maşınların və yaxud da ki, nəyinsə altına ata bilərdim. Ona görə elədiyim ən düzgün məntiq idi və məntiq də onun doğrultusu ki, mən bu gün hal-hazırda bu videonu çəkməyə davam edirəm. Amma əsas odur ki, çalışın elə şeylərə düşməyin. Çalışaq ümumiyyətlə ölkə olaraq belə şeyləri həyatımıza salmayaq. Çünki yəni nə deyəcəyimi də bilmirəm həqiqi mənada. Dediyim kimi soyuq havalarda çalışın, çox çıxmayın. Soyuq havalarda daha diqqətli olun. Bir dəfə yox, 5 dəfə düşünün. Yolu yaxşı analiz eləyin. Yoldakı hansı ki bizim üçün təhlükə yarada biləcək rəng dəyişimlərinə fikir verin. Və bu rəng dəyişimləri bizim həyatımızı əlimizdən almamalıdır. Yəni bunu fikirləşməlisiniz ki, bax burada məsələ buzlanma var. Görürsüz, diqqətlə baxsaz, əslində hər yerdə kristallanma var. Bu səhər-səhər daha çox olur. Bax məsələn orada buzlu, orada buzlu. Yəni suyun üst təbəqəsi su kimi görünsə də altı buz ola bilər. Ona görə çalışın su ilə və yaxud da ki belə parlaq yerlərlə çox hərəkət eləməyəsiniz. Bugünkü mövzumuzun əsas məğzi o idi ki, biz necə davranmalıyıq, necə hərəkət eləməliyik soyuq havalarda, buzlu havalarda. Mütləq qorumalarınızı, mütləq bir sözlə tam ekiprovkanı geyinin, həmişə aşa biləcək riski özünüzdə gözləyin. Çünki nə vaxt, nə zaman, nəyin olacağını bilmirik. Siz yox, sizdən arxada gələn bir maşın da sürüşüb gəlib vura bilər. Ona görə həmişə də pozisiya tutanda dediyim kimi qeyd eləyirəm. Sağ-sol maşını görürsüz, tam arasına vermişəm. Mən gedib orada da deyə bilərəm, orada da deyə bilərəm, amma oralarda dayanmıram. Nəyə görə? Çünki Allah uzaqlıq eləməsin. Kimsə maşını Allah uzaq eləsin. Kimsə maşını saxlaya bilməyəndə gəlib o maşını vursun və yaxud da ki onu vursun, mən arasında kotlet çörəyə dönməyim. Ona görə həmişə sükanınız iki maşının çıxış nöqtəsinə baxmalıdır. Yəni həmişə ümumiyyətlə qəza gördünüz, qabaqda qəza var, yenə də siz çıxış nöqtəsinə baxmalısınız. Yəni birbaşa şeyə baxmamalısınız, hadisəyə baxmamalısınız. Yəni motosiklet sürmək belə bir şeydir ki, siz hara baxsaz orada istiqamətlənib yerib ora dəyəcəksiniz. Ona görə həmişə mütləq dərəcədə diqqətiniz yolda olmalıdır və hansı hadisələrin baş verəcəyini də qabaqcadan sezməlisiniz. Düzdür, mən dediyim kimi ora döngə idi və orada mən o hadisəni sezməyim çox çətin idi. Amma yenə də təbii ki özümdə də səhvi görürəm. Amma mənim səhvim birdirsə, qarşı tərəfin səhvi 100-dür. Nəyə görə elə bir şey açıq şəkildə qalıb orada? Nə bilim, nə deyim bilmirəm. Nəysə əziz dostlar, videomuz çox uzatmayacağım, çox uzun-uzadı da eləməyəcəm. Videomuz elə bu qədər idi hardasa. Videonu bəyənib paylaşmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Çünki sizin fikirləriniz doğrultusunda mən növbəti videoları çəkirəm. Ona görə siz fikirlərinizi yazın. Mən də ona görə növbəti videonun nə gəldiyini, nə olacağını qeyd eləyəcəm və növbəti videomuz da çəkiləcək. Sağ olun, salamat qalın. Videonu bəyənib paylaşmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.